Gülxanım qalıb ortada. Deməli, nə evi var, nə ata yaxın durur, nə heç kimsə. Dünənləri mən getmişdim Şabrana. İnanırsınız, heç kəs yaxın durmur. Gülxanım qalıb tək. İndi bunu 2 ay neyniyəcək xoş gedəm? Sual verirəm sizə. Bunun kirayə puludur, bunun yeməyidir, bunun doğumu, bunun hələ bir DNK da var. Nə olacaq, nətər olacaqdır? Bunu təbii ki, qarşılamaq sizin vəzifə borcunuz deyil. Bunu bizzat qarşılayacaq şəxs burada Rəşaddır. Rəşad bu öhdəliyi öz boyuna götürməlidir, Gülxanıma evdə tutmalıdır, bunun xəstəxana məsrəflərini qarşılamalıdır, nə bilim, dərmanını almalıdır. O uşaq dünyaya gələnə qədər bütün qayğını çəkəcək şəxs burada Rəşaddır. Başqa yəni adam yoxdur. Rəşad burada gizlanparça oynamasın. Bir gün gəlir, bir gün başqa cür danışır, bir gün ümid verir. İnanırsınız, dünən Gülxanımın dərmanına 100 manat pul vermişim. Bəlkə səhv deyirəm Gülxanım. Niyə siz verməlisiniz? Niyə siz Vallahi nə verməlisiniz? bilim, mənim bəxtimdən belədir, bu cəmaata tort gəlir, gül gəlir, qoyun gəlir, mənə də deyirlər ki, ver. Gülxanım gəlir. Yaxşı, bir dəqiqə. Bir dəqiqə, hə. Verirsiniz uşaqları görüm. Necə? Uşaqları görüm heç olmasın. Uşaqları görmək istəyirsən. Burada görəndə 2 illik həsrət bitəcəkmi? Xeyr, əlbəttə ki, yox. Biraz da daha da pis olacaq. Bəlkə Amma mən ki- səni götürüm ora aparım. Yox, onlar niyə gəlsinlər bura? Niyə gətirmir uşaqlarımı bura? Sən qaynatana müraciət elə. Və qaynatam deyir ki, keçmiş qaynatam deyir ki, yalanlarım, mənim nə yalanım var ki? Mən bayramı indiyə qədər nə böhtan atmamışam. Bayram məni narahat eləyib, bayram mənim üçün məni polislərə, məhkəmələrə aliment verməmişim, gücüm olmayıb. Mən nə yalanlarımı çıxartacaq? Dans məhv eləmiş, 3 balamı əlimdən almışsınız da. Bundan artıq məhv eləmək olar. Bugünkü günümüz siz Gülxanım, sizə sənə bir səbəbkar. sual verim. Sən uşaqdan imtina eləmisən? Nasıl? Düzün denə. Qol çəkmisən məhkəmədə, o nə kağızdır? Xeyr, imtina eləməmiş heç vaxt. Sən imtina etməmisən. Bəlkə də nəsə məni aldadıblar yəqin, bəlkə xeyr. Məhkəmədə əllərini göyə qaldırıb demisən, ay Allah, şükür canım qurtardı. Xeyr. Xeyr, hələ bir şey olmayıb. Uşaqları mən Yalan vermişəm. Qol çəkmişəm ki, dedim heç olmasa biraz özümü tutana qədər. Xeyr. Dəqiq heç bir sənədə qol çəkməmsən. Əgər mən imtina etməmişəm, bəlkə də onlar çox bilmişdiklə mənə imza attırıblar, onu deyə bilmərəm. Ay Gülxanım, sənə hər asan imza attıra bilməz. Yox, imtina etməmişəm. Bu nə söhbətdir? Yox, xeyr, əlbəttə ki, etməmişəm. Xeyr, etməmişəm, imtina etməmişəm. İndicə versin uşağına. Bir dəfə gəlib görmürsən uşağını, imtina eləməlidir, elə o. Sən imtina eləmirsən uşağına. Heç kəs uşağına atmır, ay. Sən bir dəfə gedib görməmisənsə, imtina eləmirsən, elə. Getməmişəm, getmirəm də, evinə getmək istəmirəm, Uşağın üçün qorxuram. getməlisən sən, Qorxuram onlardan mən. Onlardan qorxub bayramın, onlar o qədər məni Nədən döyürlər. qorxsan, hacını da alacam yanıma gedərik. Bir dəqiqə, ay Gülxanım, deyirsən qorxuram onlardan. Bayaqlarım Eldəniz dedi, sən doğrudan da bayramın çiyninə minib gəzirdin həyatda. Heç vaxt. Eldəniz göstərdi bayaqlar. Heç vaxt, heç vaxt. Onda niyə etiraz eləmirdin? Çiyninə yox, başına. Mən şükür Verin bu verirəm. məsələyə Fuşqadan çox qısa. Mən heç ona Əgər fikir ortada vermədim. məhkəmə qətnaması varsa, əgər məhkəmə qət edibsə, uşaqlar atanın yanında saxlansın. Onda %100 Gülxanımın razılığı orada olunur. Olub, amma ki imtina etməmişəm. İndi verin Xoşqədəm xanım. İmtinadır, elə. Rəsmi İmtina imza attın, etməmişəm. atmadın. Gücüm yox Bir idi dəqiqə. saxlamağa. Niyə O başa imtina deyil, amma razılıq düşmürsünüz? İcra verin, hakimiyyətini, yanında mən icra saxlansın. hakimiyyətində Sənin qalmışdım. sevdiyin Rəşad deyir ki, uşağın 40 dərəcə qızdırmada sən ona Mən 40 sevgi dərəcə göstərməmsən. qızdırmada neyniyim? 12 saat mən gecə vaxtı Bakıda necə gedib onu Raşadın heç bir yanına? sözünə Əlimdən etibar sadəcə etmir. ağlamaq Bir. gəlirdi. Sehran Bey, bir. Rəşad sadəcə bu mənim əlimdən o anda ağlamaq gəlir. Rəşad nəcəb demir ki, mən gedib uzanıb yatmışdım. Sən Gülxanın gözündə peki yaş var, yanında ağlayasan. Sabaha qədər ağlayırdı. Amma Allahsız danışmır, Rəşad Allahsız danışır. Gülxanım, bu görüntüləri xatırlayırsan? Verirsiniz de verin de Hə? uşağım, verin görüm uşağım. Yox, bu görüntüləri xatırlayırsan? Bu həmən məhkəmədəki görüntülər də hansı ki efirə getməyibdi. Hansı ki o efirə getməyib. Ay Gülxanım da necə gözəl imiş. Necə qəşəng giymişsən. Ay Gülxanım, özünü nə günə qoymuşsan. Dişi də yerindədir. Birdən ver görüm bunu efirə. Sənin mənim aldığım məlumata görə dişini Rəşad vurub sındırıb. Xeyr.
Sənə gül kimi diş Yo, düzəltdirmişdim. yo, yalan söhbət. Xoş gəldim xanım, yəni. Yo, dişim sınıb o Rəşadı heç bir adiyyəti yoxdur. Heç Rəşadı görməmişdim. Yəni bunlar boş-boş söz. Sınıb da Ayram hanım əlim. Mən nə bilim necə sınıb. Yox, diş Sınıb da heç sınanda necə yadımda sınıb? qalmayıb. Elə danışır deyirəm, yəni Rəşad Ay xanım, sındırmayıb. dişin necə, hara dəydi sındı? Mənim birinci dəfə dişimi əlimiz kim sındırmışdı? Bayram sındırmışdı. İndi Bayram bunu da Rəşadın mı üstünə yıxır? Bayram yox. Aldığımız məlumata görə Yox, səni yox. Rəşad vurub və dişində Yox, sınıb. yalan söhbəti. Xoş gəldim xanım. Mən Sizə sənə deyirəm, o yalan. boyda əziyyət çəkib diş Yox, düzəltdirmişəm. mən Aparıb sizə dişini... deyirəm ki, siz mənə inanın. Yalan deyil, bir şey olmuyor. Necə sınıb o diş? Ay necə sınıb? Mən niyə görürsən edib sizə deməliyim? Sınıb da, mən nə bilim Necə necə sınıb? sınıb. Dəyib. Ha, vallahi Yemək necə- yeyəndə sınıb. Nə Bu bilim diş meyvə səni yeyəndə mi görməmişsən necə? sınıb? Necə sınıbsa da sınıb. Yəni onu Necə? xatırlamırsan o dişi. Vallahi yox. Amma Rəşad sındırmıyor, bu boş sözdür. Necə? Fundamental hüquq və azadlıq. Sual verdin, cavab vermək istəmirəm. Yox, Nə bilim meyvə yeyəndə mi sınıb? Nə bilim yeyirdin sınıb elə? da. Sən durian meyvəsini dişinə siz salıb elə açırdın, deməyin. diş sınıb. Nə qəti var? Karpuz yeyirdin, Nə meyvə yeyəndə diş Mən sınıb. gedim ha sizə. Deyirəm Rəşad vurmayıb. Rəşad vurub Niyə yaxşı vurur eləyib. Rəşad? Sən sözünü olsun. Rəşad məni niyə görə Amma vurmadı? sənin cavabı odur. Ya, vurub yaxşı eləyib. Vurmayıb da. Vurub. Leyla xanım gəlin bura.